Cənab Prezident, əmin eləyim ki, bu adam bizim kənddə bu deyərdilər müxalifət. İnanmıram, görməmişik. Eşitməmişik. Ancaq olsa da bir problem yox, heç onlara əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. Azərbaycanda dövlətçilik sözü üzərində xüsusi həssasiyyət var. Ümumiyyətlə əksər ölkələrdə dövlətçilik anarxiyaya qarşı qoyulur. Lakin burada unikal bir hal var. Hakimiyyət bütün müqəddəs terminləri öz mənafeyi üçün istismar edir. Təsəvvür edin ki, bir cəmiyyətdə tiran başçının həm mələk, həm şeytan sifəti var. Yəni zülm və ədalətin mənbəyi eynidir. Burada anarxiya tirandan daha pistir düsturu işləmir. Diqqət edin, MTN-nin adı DTX qoyuldu. Amma mahiyyətcə bu hakimiyyətin təhlükəsizlik xidmətidir. Sülalə sistemlərində hakimiyyət və dövlət arasında fərq olmur. Bugünkü günü fəxr edirəm. Sizlə, sizin ailə üzvlərinizlə, yəni dövlətimizlə. Sizinlə, sizin ailə üzvlərinizlə, yəni dövlətimizlə. Burada dövlət hakimiyyət, hakimiyyət isə elə dövlətin özü deməkdir. Azərbaycanda mövcud idarəçilik iki çox ciddi faktor əsaslanır. Ata dövlət, ana vətən. Ata dövlət məndən ötürü prezidentdir, ana vətən məndən ötürü Mehriban Əliyevadır. Bu obraz olaraq Azərbaycan vətəndaşlarının təhtəşurunda oturmalıdır. Dövlət dediyiniz şey bir sülalənin istək və zövqləridir. Onu ülvi dəyərlər yox, hakim ailənin şəxsi istəkləri formalaşdırır. Məsələn, niyə Azərbaycanda illərdir qadağan olunmuş kazinolara birdən-birə icazə verildi? Çünki sülalənin başındakı şəxs kazino həvəskarıdır və buna görə də qanunu keyfi istədiyi kimi dəyişdirdi. Digər misal, milli qəhrəman Sürət Hüseynov rejimlə ixtilafa düşəndə ona qarşı dövlətə xəyanət ittihamı sürdülər və qəhrəman adını ondan aldılar. Halbuki o dövlətə yox, hakimiyyətə qarşı idi. Bu quruluşun konstitusiyasında belə hakimiyyətə və dövlətə xəyanət kimi iki fərqli bənd yoxdur. Bu düşmənçilikdir dövlətə qarşı və əslində xəyanətdir. Xəyanətdir. Başqa bir dəlil isə hakimiyyətin dövlətçilik tariximizi Əliyevin hakimiyyətə gəldiyi gündən hesablamasıdır. Rəsulzadə və Elsibəy bu hakimiyyət üçün Qarbaçov, Brejnev kimi yad ünsürlərdir. Çünki izah etdiyim kimi bu sülalə sistemidir.